gül, əla. Gənclər çox xoşbəxtdir həqiqətən də. Mən görürəm, voltda yemək daşıyanları görürəm, sevincdən uçurlar. Yıxılır yerə, qıçası dizi çatlayır, qırılır. Yenə həvəslə, xoşbəxtliklə qaçır ki, yeməyə çatdırım, 1 manat 20 qəpik bonusum var. Məsələn, marketlərdə görürəm, məsələn, Al marketdə, Obada, Spratda köyəndə veş, oradan kasadan qız qışqırır. Müdür, ay müdür, canın azlar müdür, belə müdür olar. 400 manata, 500 manata, 600 manata, 10-12 saat işləyirlər. Gənclər çox xoşbəxt, gözəl. Bir də biraz əziyyət çəkən gənclərimiz var. Onlar Avropada milyonluq saat taxırlar. Biləkləri ağrıyır, zülüm çəkirlər. Nə qədər masaja getmək olar, istirahət eləmək olar. Məsəl üçün, onların da haqqını biz yemiş kimi oluruq. Yəni, burada marketlərdə, Boltda, Uberdə, onu da deyim, 20 yanvarda məsəl üçün manatdan taksi sürürlər, 40 manada cərimə verirlər, məsələn, dayanma durmada. Məsələn, 20 yanvarın heykalı, daxın ora, o vəziyyət 90-cı ildə azadlıq mübarizəsində idi o vəziyyət. İndi isə o vəziyyət axşamlar orada olur, xırdalanmaz hazır, müşvüqabat, manatdan dolanma uğrundadır həmin vəziyyət. Gənclərin vəziyyəti hal-hazırda elə də pis deyil, yəni mən gördüyüm qədərilə hələ ki yaxşıdır. Hələ bir problem deyil, yəni gənclərin yaşayışında bir problem yoxdur. Gənclər haqqında işsizlik, məsəl üçün rayonlarda işsizlik, hamı məsəl üçün qaçır istəyir ki, gəlsin karyerdə 2-3 manat qazansın, getsin pardinglərdə işləsin. Gəlirlər, görürlər ki, Astarada həyat baca məhv olur. Çünki oradakı adamlar ildən ilə, yəni ki bu sezondan o sezona, yəni ki yaşayırlar da bir şey sitrus yetişənə qədər bu adamlar nə gərək yesinlər? Nə yesinlər? Məcburdurlar gəlsinlər karyerlərdə burada işləsinlər. 2-3 manat aparsınlar evlərini. Bir də ki uşaq pulu arzulayardım olsun. Gənc var. Hansı gənclə söhbət edir? Mən gəncliyimi məhv ediblər qardaş. Normaldır, yaxşıdır, yaxşı səviyyədə irəliləyir. Təhsil barəsində də, hər şey idman barəsində də normaldır, belə deyək. Gənclik gözəldir, dəyərin qiymətini bilsinlər. Məncə yaşlılıqlar üçün bir yatırım eləsinlər. İnsan yaşamını gərək elə qura ki, yəni o bilirsiniz, o deyir aza qənaət eləməyən çoxun qiymətini bilə bilməz, yəni çoxa sahib ola bilməz. Gənclərimiz biraz israfı yığışdırsalar, həqiqətən də yaşamalarını keyfiyyətli bir formada yürüdə biləcək. Məncə hər cür şərait var Azərbaycanda. Sadəcə yenə deyirəm, israf həm həqiqətən qəlbi qaraldan şeydir, sonra stresə soxur adamı. Gəncliyin stresinin çoxunu mən buna bağlayıram. Düşünürəm ki, hər şey insan özündən asılıdır. Məncə potensial həmişə var. Sadəcə ola bilər ki, bəzi sahələrdə biraz çətindir, başqalarında biraz asandır. Amma uşaqlar çalışsa hər şey alınır. Yaxşı, nə barədə? Yəni, çoxlu tədbirlər keçirirlər ki, belə deyim də, girişlər, muzeylərə, zadları pulsu eləyiblər. Yəni, gəncləri həvəsləndirirlər. Həmçinin, belə deyim də, gənclər üçün çox perspektivlər var indi hal-hazırda. Əgər əvvəl